Bu kontekstdə dediyim kimi gələn həftəni gözləməliyik, amma biz indi sizinlə başqa bir istiqamətdə də danışacağıq. Böyük qayıdışın davam etdiyini verilişimizin birinci saatından etibarən vurğuluyuruq. İllər öncə yurdlarından didərgin düşən ailələr indi növbə ilə evlərinə qayıdırlar, həm də üzlərində sevinclə. Elə bu dəfə növbə Ağdamın Kəngərli kəndlərinin sakinlərindədir. Yenidən qurulan Kəngərli kəndinə 49 ailə yola salınıb. Köç prosesinin detallarını isə Zeynəb Nadirovadan eşidəcəyik. Zeynəb, hər vaxtın xeyir olsun. Kəngərli kəndinə nə qədər insan köç edib, bu barədə nələr, hansı xəbərlər var, səndən eşidək. Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi yeni məlumat yayıb. Biz elə ötən gündə məlumat vermişdik. Köç prosesi baş tutmuşdu Xocalının Ballıca kəndinə. Bugün isə doğma Ağdamın Kəngərli kəndinə sizin də vurğuladığınız kimi köç prosesi baş tutub və paytaxtın Qaradağ rayonundan yola düşüb sakinlər. Qeyd eləyək ki, sizin elə vurğuladığınız informasiya çərçivəsində bugün düz 49 ailə və həmin ailə çərçivəsində isə 232 nəfər öz doğma yurd yuvasına qovuşub. Bu istiqamətdə aidiyyatı qurumlar mütəmadi olaraq işlər görür. Elə Prezident İlham Əliyevin sərəncamına əsasən dövlət proqramı çərçivəsində, böyük qayıdış çərçivəsində həmin ərazilərdə infrastruktur yenidən qurulur və təbii ki, sakinlərin yaşaması üçün də hər cür şərait yaradılır. Bu baxımdan da artıq demək olar ki, hər gün biz köç prosesi ilə bağlı xəbərlər eşidirik. Eyni zamanda aidiyyatı qurum, yəni qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi onu da vurğulayır ki, bu zamana kimi Ağdamın Kəngərli kəndinə 109 ailə köçürülüb. Həmin ailə çərçivəsində isə 487 şəxs öz doğma yurd yuvasına qovuşub. Bu rəqəmin də böyüməsi istisna edilmir. Artıq səhər saatlarından çıxıb əhali, yəni köç prosesi səhər saatlarından baş tutub. Demək olar ki, bir neçə dəqiqə sonra həmin ərazidə olacaqlar, öz doğma yurd yuvalarına yerləşdiriləcəklər. Onlar üçün orada, yəni evlərdə hər cür şərait yaradılıb, qaz, internet, işıq və digər lazım olan bütün şərait yaradılıb. Eyni zamanda tibb müəssisələri fəaliyyət göstərir həmin ərazidə. Bununla yanaşı təhsil sahələri, məktəblər, bağçalar, təbii ki, böyük marketlər şəbəkələri də fəaliyyət göstərir ki, onların rahatlıqla həmin ərazidə məskunlaşması üçün şərait olsun. Və eyni zamanda bir neçə gün öncə də Dövlət Statistika Komitəsi yeni məlumat yaydı, yeni rəqəm açıqladı ki, həmin ərazilərdə infrastruktur işləri də görülür. Həm çalışan mütəxəssislər, işçi qrupu nəzərə alınmaqla əhali köçürülməklə artıq bu rəqəm böyüyüb, 43 mindən çox əhali həmin ərazidə məskunlaşır və vurğuladığımız kimi bu rəqəmin də böyüməsi istisna edilmir. Çünki həmin ərazilərə hələ də köç prosesi davam eləyir. Didərgin düşənlər öz ərazilərinə yenidən getmək üçün can atırlar və bu istiqamətdə də qeyd elədiyimiz kimi aidiyyatı qurumlar da prosesi davam etdirir. Bəli, Çinarə, bizim informasiyamız çərçivəsində xəbərin detalları bundan ibarət idi və izləyicilərimizlə bölüşməyə çalışdıq. Hələlik isə burada yekunlaşdırıb sözü yenidən studiyamıza ötürürük. Təşəkkürümü bildirirəm Zeynəb, köçlə bağlı ətraflı danışdığın üçün.